Füzuli demir ki, ya məhəbbət ləzzətindən bixəbərdir zahidi qafil. Demir ha, məhəbbətin ləzzətindən xəbəri yoxdur. Yox, məhəbbətin ləzzəti zahidi neyniyib, qafil eləyib. Məhəbbət ləzzətindən bixəbərdir. Məhəbbətin ləzzəti ilə məşğul olduğuna görə zahid qafil olub. Gəl eşq aləminə, eşq başqadır, məhəbbət başqadır, ləzzət başqadır, zövq başqadır. Bütün bunların hamısı göstərir ki, dərəcə-dərəcə qalxdıqca yuxarı dərəcənin adamı, o da təkəbbürdən deyil. Əli əleyhissalam məgər təkəbbür eləyirdi ki, soruşun məndən, Quran əhlinə Qurandan, İncil əhlinə İncildən, Tovrət əhlinə Tovrətdən deyim. O təkəbbür deyil, ünvan göstərir, düzgün ünvan göstərir. Onda bütün imanlar belə çıxır ki, təkəbbürlü olublar da. Xeyr, bu iş belə işdir ki, burada, bu məsələdə düzgün ünvanı göstərməlisən. Eşqdir hər nə varsa aləmdə.